Eğer beni sevirsen hiç bilemem. Haçansa Kipling demişdir. Şərq şərqdir, qərb qərb və onlar heç vaxt bir yerdə olmayacaqlar. Əsrlər boyu Bakı bu deyimi heçə çıxaran, təkzib edən bir yer, şərq və qərb sivilizasiyalarının yanaşı mövcud olduğu, bir-birini zənginləşdirdiyi məkan olub. Şərq-Qərb Bakı Beynəlxalq Kino Festivalı şərqli və qərbli insanların həyat və düşüncələri arasındakı fərqləri müqayisə edərək və əksinə oxşarlıqları aşkara çıxararaq həmin o mədəni prosesin bir parçası olmuşdur ki, Bakıda əsrlər öncəsi başlayıb və gələcəkdə də davam edəcəkdir.